Burada uşaqların sosial və intellektual inkişafı üçün mühit yaradılır. Sağlam düşüncəyə, yüksək dəyərlərə malik olan gələcəyin təməli bağçada qoyulmalıdır. Uşaqlar əyləncəni təbii olaraq daha çox sevir. Valideyn himayəsindən məhrum olan balalarımızı da bağçamıza dəvət edirik. Bağçamızda uşaqlara ingilis dili, rus dili, məktəbə qədər hazırlıq, rəssamlıq tədris olunur. Humay Körpələr Evi Uşaq Bağçası 7/24 xidmətinizdə dəyərli valideynlər. Hörmətli valideynlər, Humay Körpələr Evi Uşaq Bağçası 7/24 xidmətinizdədir. Bəli, Humay Körpələr Evi Uşaq Bağçası. Özünüz də rolikdən baxdınız, o hazırlanan xüsusi çarxdan əlaqə nömrələrini gördünüz, ünvanı gördünüz. Mən istəyirəm kimlərin körpə uşaqları var, yəni hələ məktəbə getməyə bir neçə il var. Bəli, Humay Körpələr Evi Uşaq Bağçasına Ruhiyyə xanıma müraciət edə bilərlər. Bugün mən Mətanət İskəndərinin, Azərbaycan Respublikamızın əməkdar artisti Mətanət İskəndərinin gəlini Canana xanımdan danışacağam. Bir xəbərə rast gəldim, yayımlamışdılar. Canana xanım Kərimin, yəni həyat yoldaşının artıq Canana xanımdan Kərim ayrılıb, Mətanət İskəndərdən oğlu Kərimdən ayrılıb, 3 evladları var və sonradan Kərim təbii ki ailə qurub, bu ikinci evliliyindən də uşaqları, övladları var. Və gördüm, orada belə başlığı gördüm ki, Canana xanım Kərimin ikinci həyat yoldaşını polisə verib, yəni ondan şikayət edib. Təbii ki, mən Canana xanımı tapmalı idim, dəqiqləşdirməli idim. Ola bilər ki, məlumat səhv ola bilər, informasiya, xəbər səhv ola bilər. Təbii ki, onun özündən əlaqə saxladım və dedim, Canana xanım, bu xəbər düzdürmü? Siz həqiqətənmi Kərimin ikinci həyat yoldaşını, yəni sizin keçmiş sabiq həyat yoldaşınız Kərimin həyat yoldaşını polisə vermisiniz, yəni ondan şikayət etmisiniz? Xəbəri təsdiqlədi. Dedi ki, bəli, Sara xanım, o mənim anamı söyür, təhqir edir, mənim özümü təhqir edir, mənim övladlarımdan çox kobud davranır və məni, yəqin ki, mən təkcə Canana xanım yox, təbii ki, qaynanası Mətanət İskəndərini də mən düşünürəm ki, məcbur edir ki, uşaqlar Kərimin təbii ki, birinci evliliyindən olan Canananın birlikdə dünyaya gələn uşaqları, yəni evdən uzaqlaşsın. Deyir, təbii ki, neçə dəfə təklif olunub, tək yaşamaq istəyir, sakit yaşamaq istəyir, amma əslində deyir, o uşaqlar o yox idi. Amma o uşaqlar var idi. Mətanət İskəndərlinin nəvələri idi və Mətanət İskəndərli də biz bilirik ki, nəvələrlə, məhz Kərimin birinci ailəliyindən olan uşaqlardan, nəvələrindən nəfəs alır və digər, deyir, mən canlı açıram, canlı açanda səhifələrlə, TikTokda deyir, mən olur da canlı açıram, izləyicilərimlə söhbət edirəm. Bilirsiniz ki, Canana xanım müğənni kimi də fəaliyyət göstərir. Deyir ki, çox qəribə deyir adlarla. Təbii ki, bunlar fake səhifələrdir, mən də düşünürəm. Onlarla deyir, gəlir deyir, Təhmin Kərimli, sevgim Allaha gizli biri kimi gizli səhifələr var da, onlarla girib, bəli, Canana xanıma söyüşlər yağdırır, anasını söyür, nə bilim, digər də daha belə deyərdim də murdar söyüşlər, qadına yaraşmayan. Canana xanım yenidən o söyüşlər dolu olan səhifələri götürüb, özündə saxlamışdı, onlara mənə atdı, mən də baxdım, mən düşündüm ki, yəni Mətanət xanım İskəndərinin gəlini belə söyə bilərmi? Belə söyüşlər, belə təhqirlər bilərmi? Mən Mətanət xanıma yaraşdırmadım. Deyirəm, düşündüyümdə, yəni doğrudan Mətanət xanımın gəlini, Kərimin ikinci həyat yoldaşı belə söyüşlər, belə nifrinlər yağdırar, bilmirəm və Canana xanım təsdiq etdi ki, mən Kərimin həyat yoldaşı, ikinci həyat yoldaşı Mətanət İskəndərli ikinci gəlinini polisə vermişəm, ondan şikayət etmişəm və hüquqlarımı sona qədər qoruyacağam və hüquqlarımı tələb edəcəm. Bu qədər.